Deyəcəklərimi yadında saxla və nə badə əməl etməkdə səhlənkarlıq edəsən. Bu dediklərim sənə və Allaha doğru üz tutan hər bir kəsə tövsiyəmdir. İştahan çəkməyəni yemə. Bu, ağılsızlığa səbəb olar. Ancaq ac olanda ye. Yeməyinə də haram qatma və yeməyə başlayanda Bismillah de. Peyğəmbərin hədisini unutma. Allah'ın salamı ona və ailəsinə olsun. İnsan övladı öz qarnından daha pis bir qab doldurmur. Yeməyə ehtiyac duyulduqda mədənin 1/3 yemək üçün, 1/3 su üçün, 1/3 də nəfəs almaq üçün saxlanılmalıdır. Biri sənə, mənə bir söz desən, onunu eşidərsən desə, ona belə cavab ver. Mənə onunu desən, birini də eşitməzsən. Kimsə sənə layiq olmadığın sözü desə, cavabında de. Əgər dediklərin doğrudursa, Allah məni bağışlasın. Yox, əgər dediklərin yalandırsa, onda Allah səni bağışlasın. Biri səni hədələsə, sən ona nəsihət və nəvazişlə qarşılıq göstər. Onun üçün dua et. Bilmədiklərini alimlərdən soruş. Onları çətinə salmaq və sınamaq üçün sual vermə. Öz şəxsi rəyinlə bir iş görmə. Bacardıqca ehtiyata uyğun davran. Fitva verməkdən, yırtıcı şirdən qaçdığın kimi qaç. Boynunu insanlara körpü etmə. Bu nəsihətləri əzbərləyib onlara əməl eləyin və gələcək